Son dövrlər hava dəyişkənliyi ilə əlaqədar payız fəslinin girməsi ilə müraciət səbəbləri içərisində depressiya daha çox özünü göstərməyə başlayır. Xüsusilə də payız ayları, yaz aylarında mövsümi affektiv pozuntu halları artır. Yəni bu da o deməkdir ki, depressiya əlamətləri daha bariz şəkildə özünü göstərməyə başlayır. Burada ən önəmli əlamətlərdən biri depressiv əhval-ruhiyyənin olması və həmçinin də insanın daha əvvəllər etdiyi, maraqlandığı fəaliyyətlərə qarşı marağının və zövqünün azalması ilə özünü göstərir. Bundan yanaşı yuxu dəyişkənliyi, yuxu problemləri ola bilər. Ya çox yatmaq, ya da yuxusuzluq özünü göstərə bilər və yaxud çəki dəyişkənliyi, çəkinin artıb azalması, diqqəti toplamaqda çətinlik, fokuslanmaqda çətinlik, həmçinin insanın özünə, dünyaya, ətrafa qarşı baxışında neqativ pəncərədən baxmağa başlayır, özünü dəyərləndirməsi çox-çox aşağı düşməyə başlayır. Bu əlamətlərin hər biri depressiyanın əlamətlərindən bəziləridir. Bu deməkdir ki, depressiya təkcə kədər halı deyil. Təəssüflər olsun ki, kədər və depressiyanı bəzən bir-birinə qarışdıra bilirik. Burada depressiyada ən önəmli məsələ odur ki, depressiya özü ciddi psixi narahatlıqlardan biridir və müalicə tələb edir. Müalicə, dərman və yaxud psixoterapiya vasitəsilə apara bilər. Müalicə depressiyanın hansı səviyyədə olmasından asılı olaraq dəyişə bilər. Bəzən psixoterapiya tək başına da kömək edə bilir. Gecikdirməmək lazımdır müalicəni, çünki uzun müddət depressiv vəziyyətin içərisində qaldıqca əlamətlər daha da güclənib, daha fərqli əlamətlərin də meydana çıxmasına şərait yarada bilir.